Saf məhəbbət sona yetti. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaçan çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Qıvrımsaç. Hə, getmişəm. Burada nə var ki? Axı niyə getmisən? Niyə ona anam olduğunu demisən? Niyə? Əslində bu toy olmamalıydı. Ona görə Niyə belə danışırsan? oğlunun evləndiyi qız Qasımın qızıdır. Sən hansı ağılla o qızı oğluna alırsan? Axı sən Qasımın qatilisən oğlum. O istəyəndən sonra lap şeytanın da qızı olsa yenə də onun üçün alacaqdım. Vəssalam. Sənin heç qürurun yox imiş. Hanı sənin qürurun? Hə? Atanı öldürən, ailəmizi dağıdan, evimizə od vurub, məni bu vəziyyətə salan səltənətlə quda olacaqsan? O ilanın nəvəsindən səncə mənim nəvəmə gəlin ola bilər? Ana, məncə artıq bu düşmənçiliyə son qoymağın vaxtı gəlib çatıb. Gəl, mənim oğlumun həyatını korlama. Mənim oğlum o qızı sevir. Deməli, bu toy olacaq. Sən mənə qarşı çıxırsan? Ana, mən bu oğlumu çox geç tapmışam. Onun xoşbəxt olmasını istəyirəm. Mən bu toy vasitəsilə bütün düşmənçiliyə son qoymaq istəyirəm. Onu dayandırmaq istəyirəm. Mən sakit yaşamaq istəyirəm. Sənin kimi ömür boyu kimlənsə düşmən olub yaşamalıyam. Çox heyif. Öz oğlumun bir gün mənə qarşı çıxacağını heç vaxt ağlıma gətirməzdim. Ana, məni də, özünü də incitdiyin bəsdir. Səndən xahiş eləyirəm.
İstəyirsənsə, dur sənlə birlikdə toya gedək. Heç vaxt. Yaxşı. Özün bilərsən. Mən bu ədavətə son qoyuram. Mənsə yox. Səma, Aslan. Salam aleyküm. nəhayət ki. Yaraşır. Səma. Çox yaraşır. Mənə gül gətirmisən? Hə, bu dəfə uğurlamamışam. Doğrudan? Pulla almışam. Çox sağ ol. Və bugün səni aparmaq üçün qapıdan gəlmişəm. Pəncərədən yox. Təzə xəbərlər çoxdur. Mənlə gedəcəksən, Səma. Məni aparmaq istəyirsən? Vəzirə bacının evinə? Yox. Axı mənim öz evim var, artıq işləyirəm. İşləyirəm. Gəlmişkən o evə başqa qız aparmamısan ki? Evinə başqa qızlar girib çıxmayıb? Hə? Yadına sal görüm. Heç vaxt belə bir şey olmayıb. Doğrudan? Mənim qəlbimə həmişə sən hakim olmusan, Səma. Bizim qəsrimizin bir mələikəsi var, Səma. O da məncə səhv eləmirəmsə sənsən. Səhv eləmirəmsə? Nə bilim, bəlkə nə vaxtsa məni atıb getdi. Bilmirəm, ona görə. Mən səni heç vaxt atıb getmərəm. Biz ömür boyu xoşbəxt olacağıq. Yaxşı, mənim vaxtım çox azdır. Gəl gedək. Görünür səni özümlə aparmalı olacağam. Bəs birdən getməsəm? Bu qıza nə qədər dözmək olar axı. Lazım gəlsə, ömür boyu dözəcəksən, bildin? Özün seçmisən də aslan. Seçim özünün də aslan. Daha nə eləmək olar? Arxayın ol. Dayan. Nə oldu? Tapdalama. Nə bilim, axı ilk dəfə evlənirəm. Mən hardan bilim? Doğrudan, mən də elə ilk dəfə də ərə gedirəm. Ay, mən buradan nə vaxt çıxacağam? Ayaqlarım. Məni itələyən yerdə qolun sınaydı. Alçaq. Adam da adamı belə itələyər. Hay Allah. Görəsən Banu hardadır? Heç məndən maraqlanmır. Alo, Hə, ana, sən hardasan? evdəyəm. Evdə nə edirsən? Restorana getmək üçün hazırlaşıram. Birazdan atamla birlikdə gedəcəyik. Hə, restorana? Hə? Hə, ana. Səmanın toyuna gedirik. Ay, deməli Səmanın toyu bugündür. Niyə mənə heç kim deməyib? Ana, toyu birdən təyin elədilər. Bu bir günün içində oldu. Dedilər ki, çox uzatmayaq. Qulaq as Banu, sən mənə zəng eləyib bunu desəydin, məyər ölərdin? Əgər desəydim, əlindən nə gələcəkdi, ana? Desəydin sənin vasitənlə nəsə eləyərdim. Mən heç nə eləyə bilmərəm, ana. Nənə mənə xəbərdarlıq eləyib. Dedi ki, əgər bir hoqqa çıxartsan, səni küçəyə atacam. Sənə görə küçəyə atılmaq fikrim yoxdur. Yaxşı, sabah səni görməyə gələcəm, sağ ol. Banu, söndürdü ki. Ay, deməli bugün Səmanın toyudur. Axmaq, sən xoşbəxt olacaqsan. Mən buna imkan vermərəm. Kızım, bu senin babandı. Cabbar.
Süleymanovlar ailəsinin qırmızı malikanəsini babanla birlikdə tikmişik. Mən hər dəfə böyük bir işə başlamazdan əvvəl bax bu otağa gəlib babanla məsləhətləşirəm. Məndən başqa bu otağa heç kim girə bilməz. Amma indi qızım sən gəlmisən. Sən həyatında böyük dəyişiklik eləyirsən. Yəni ərə gedirsən. Bundan sonra sən bu evdə qonaq olacaqsan. Qızım, ərinə hörmət elə. Ailəsinə öz ailən kimi yanaş. Süleymanovların ad-sanına xələl gətirmə qızım. Baş üstə nənəcan. Sənə söz verirəm. Aslanla biz ikimiz xoşbəxt olacağıq. Ne olub? Necibe'nin kudası kimdi bilirsen? Yok, kimdi ki? Kim olacak? Hemin o Şirzat. Şir Holding'in rehberi. Doğrudan? Deməli o elə bir nüfuzlu adamla quda olub, bacı. Hə də, elə böyük adamla quda olub. Əlbəttə, bacım onsuz da daim belə həyata can atırdı. Əzinə varlı kürəkən tapdı. Yox. Belə varlı bir ailəyə quda olub rahat yaşamağına heç vaxt imkan vermərəm. Babək, Bəli, ana. sənə tapşırdığımı öyrənə bildin? Yox, Şirzad qardaşın anasının adını heç kim bilmir. Onda özüm araşdıraram. Gedək məndən. Taleyinlə barış, bacı. Yox, heç vaxt. Bacıma düşmənlik eləyib nə əldə eləyəcəksən, Sən özünlə məşğul ol. Məni rahat burax. Ora bir bax, Leyli Məcnun gəlir. Qardaş, Yaxşı. İlahi amin. Hər ikiniz qoşa qarıyasız. Xoşbəxt, xoş tali olasız. Amin Allah. Amin inşallah. Yaxşı, daha gedək. yaxşı biz gedək. İcazə verirsiniz? Gəlirsən, ha? Hələlik. Gedək Səma. Yaxşı, oldu. Həll eləyərik. Bugün oğlumun toydu. Sonra danışarıq. Şirzad, Salam aleyküm. Toyumuz mübarək olsun. aleyküm salam. Çox sağ ol. İçəri keçin, buyurun. Toy başlamazdan əvvəl sənə bir sualım var. Adilə
sənin anandır? Səndən soruşuram. Mənə düzünü de. Axı bunun sizin üçün nə əhəmiyyəti var? Cavab ver. Oğlunun xatirinə, mərhum yoldaşının ruhu xatirinə, mənim səni bağışlamağımın xatirinə düzünü de. Adilə, sənin anandır? Hə, düzdür. Adilə xanım mənim anamdır. Səltənət, sənə bir sözüm var. Salam əleyküm. Necəsən? Bilirsən, sənin yanına bir şey xahiş eləməyə gəlmişəm. Nə xahiş eləyəcəksən? Səltənət, xahiş eləyirəm. Hər şeyimi əlimdən al. Mənim bütün bahalı zinət əşyalarım buradadır. Xahiş eləyirəm. Razıyam. Mənə heç kömək də eləmə. Amma bir xahişimi yerinə yetir. Xahiş eləyirəm. Ərimi mənə qaytar. Yalvarıram Səltənət. Nə olar ərimdən boşan. Bax onda o mənim yanıma qayıdar. Razısan? Axmaq, sən nə danışırsan? Sənin ağlın başındadır. Bizim toyumuzdan cəmi 2 ay keçib. Ondan boşansam mən necə adam olaram? Xahiş eləyirəm. Nə olar bir bəhanə tap. Sən öz aləmində əgər Səltənət boşansa, ərim mənim yanıma qayıdacaq deyə düşünürsən? Hə, sən boşansan belə də olacaq Səltənət. Cabbar mənim yanıma qayıdacaq. Bəsdir. Sən başa düşmürsən? Cabbar məhz məni seçdiyinə görə səndən boşanıb. Yox. Mən sənin ailəni dağıtmamışam. Yox. İndi başa düşdün? Elə demə. Yox. Mən Cabbarın mənlə evlənmək istədiyindən xəbərsiz idim. Bu qərara Cabbar şəxsən özü gəlib əziz. O məhz səndən boşanandan sonra gəlib mənim atamla görüşüb onu razı salıb. Necə? Mən bundan lap axırda xəbər tutmuşam. Sən yalan deyirsən. Mənə bax. O səndən var dövlətinə görə evlənib. Yalan deyirsən. O səni aldadır. Başa düşürsən? Özündən uydurma. Bu sənin fikrindir. Xahiş eləyirəm. Səltənət. Əl çək ondan. Yalvarıram. Yox. O artıq mənim ərimdir. Mən onu sevirəm. Ona qəlbimi vermişəm. Yox, elə demə. Ondan heç vaxt əl çəkməyəcəm. Elə demə. Heç vaxt. Yox. Söhbət ailəmin nüfuzundan gedir. Mənim balalarım necə olsun? Mən necə olum? Yox. Elə demə. Onda səni bağışlamayacağam. Sənə daim bəddua eləyəcəm, eşidirsən? Bağışlamayacağam. Sənə daim bəddua eləyəcəm. Ömür boyu sənə qarğış eləyəcəm. Get, nə bilirsən elə. Ömür boyu bəddua eləyəcəm. Hər iki əlim sənin yaxanda olacaq. Sən bu dünyadan sürünə, it hesabı ilə gedənə qədər belə olacaq. Hər iki dünyada sənə halallıq verməyəcəm. Bu dəqiqə bircə bu çatmırdı. Mən bu ədavətə son qoymaq istəyirəm. Narahat olmayın. Mənim anam sizə heç nə eləyə bilməz. Sizin nəvənizlə oğlum xoşbəxt olacaqlar. Mən buna söz verirəm. Ana, özünüzü ələ alın. Gör kimlə. Adilə ilə quda oluram.
Hə, nəhayət biz tək qaldıq. Aslan əzizim. Bu günə çatmaq üçün nə qədər gözləmişik. Düzdür, biraz çox gözləmişik. Biraz çətin olub. Məyər sən gözləmirdin? Biraz. Deməli biraz. Yaxşı, onda evlənməyək. Ey, niyə evlənməyim ki? Məni əsəbləşdirirsən. Doğrudan da çox çətin olub. Sənə qovuşmaq üçün kifayət qədər zərbə yemişəm. Hətta bıçaqlanmışam. Az qala həbs olunacaqdım. Ölümdən qayıtmışam. Bir-iki dəfə damdan yıxılmışam. Bunu bilmirdin. Yeri hələ də pis ağrıyır. Bəs sən mənim üçün nə etmisən? Əslində belədir. Tarix boyu kişilər qadınlar uğrunda mübarizə aparıb. Qızlar yalnız sevsə kifayətdir. Bunu bilmirdin? Sevgi, sevgi. Yaxşı, daha nə edə bilərik? Dözməyə məcburuq. Necə məyər? Başqa seçimin var ki? Ola da bilər. Sən nə dedin? Əsəblərimlə oynama. Bura bax. Mən çox həyəcanlanıram. Əllərim əsir. Səma, qulağında qarışqa var. Sən yenə başladın, hə? Hər dəfə belə eləyib mənə güləcəksən? Çünki mən sənə gülməyi çox sevirəm. Necə? Sən mənə gülməyi çox sevirsən? İndi sənə gülmək necə olur göstərərəm, Aslan. Bax, həyəcanın qalmadı. O dəqiqə vəhşi şirə çevrildin. Yaxşı, mənim mələyim. Sən burada gözlə, indi gəlirəm. Ey, hara gedirsən axı? İndi gəlirəm də. Yaxşı, tez gəl. Qızım. Qızım. Ata. Bağışla, sənə malikanədə xeyir-dua verməyə vaxt tapa bilmədim. Atacan, bura gəldiyinə görə çox sevindim. Anamın vəziyyəti yaxşıdır. Yaxşıdır qızım, yaxşıdır. Bilirsən qızım, səni xoşbəxt gördüyümə görə mən çox sevinirəm. Sən xoşbəxtliyə layiq bir qızsan. Daha dəqiq desək, mənim tanıdığım adamların içində xoşbəxtliyə ən layiq olanı elə sənsən qızım. Çox sağ ol Atacan. Bilirsən qızım, mən özüm və ananın adından səndən üzr istəmək istəyirəm. Sənə nə qədər pislik eləmişik. Atacan, xahiş eləyirəm. Mən xoşbəxtəm, görürsən? Əsas olan budur. Buna səbəb olan sizsiz. Bu dəqiqə mən pis şeyləri yada salmaq istəmirəm. Həm də ki, mən onların hamısını unutmuşam. Çox sağ ol qızım. Xoşbəxt ol. Yoldaşınla qoşa qariyasan. Aslan balamızla oğullu uşaqlı olasınız. Amin. Amin inşallah. Yaxşı, mən gedim qızım. Çox sağ ol. Xoşbəxt olasan, mən Sağ gedim. ol. Yaxşı. Nənəcan. Mənə diqqətlə qulaq as. Yaxşı. Atamın qatilinin kim olduğunu bilsəm, onu öldürəcəm demişdin. Nənəcan, indi bu söhbətin yeri deyil. Axı bugün mənim ən xoşbəxt günümdür. Bilirəm. Elə bəs buna görə bu sözü sənə indi deməyim vacibdir qızım. Eşitmək istəmirəm nənəcan. Çünki Eşit. Aslan onun oğludur. Atanın qatilinin oğludur.
Necə? Nənə, sən nə danışırsan? Hə qızım. Bugünə qədər mən bunu bilmirdim. Amma bunu mənə etibarlı bir adam dedi. Atanın qatili Aslanın atası Şirzaddır qızım. Nənəcan, bu ola bilməz axı. Sən nə danışırsan? Buna inanmıram. Bu yalandır. Axı Aslan... Bəsdir. Mən səni aldatmıram qızım. Belə bir şey ola bilməz. Axı bu necə ola bilər? Yox. Onun məqsədi atanın var dövlətini əldə eləmək idi. Amma mənim ucbatımla öz məqsədinə çata bilmədi. Bu heç vaxt ola bilməz. Bu heç vaxt ola bilməz. Bu heç vaxt ola bilməz. Artıq olub. İndi də Aslan atasının işini davam elətdirir. O səni sevdiyinə görə yox, əslində başqa səbəbə görə səndən evlənir. Hansı səbəbə? Buna nə səbəb ola bilər, hə? O, qırmızı malikanəni ələ keçirmək istəyir. Atası kimi var dövlətimizi mənimsəmək istəyir. Bu heç vaxt ola bilməz, nənə. Sən də buna inandın. Bizim düşmənlərimiz çoxdur axı. Onların hamısı... Onun nənəsi də mənə indi eşitdiyini demişdi. Yox. Nənə, sən düşmənlərimizin sözünə inanırsan. Axı Aslan heç vaxt belə bir şey eləməz. Axı Aslan məni sevir, nənə. Mənə qulaq as. Onun sevgisinə inanma. Qızım. Axı o məni sevir. Balam. O məni sevir, nənə. Yalandır. Yox. Bəlkə də o indi səndən evlənir ki, yox. Sonra səni öldürsün qızım. Atası sənin atanı öldürdüyü kimi. Yadında saxla. Qatilin balası da qatil olacaq. Nəhayət ki. Hoppa. Bu qadınlar üçündür ki. Sən burada nə edirsən? Niyə Səmanın yanında deyilsən? Qardaş, axı mən də insanam. Hər halda mənim də kiçik problemlərim ola bilər. İnan ki, səhər tezdən çərliyirəm. Xalalar, nənələr, şəkil çəkdir, qucaqlaş, konfet ver, pul ver, adət, ənənə. Belə şey olar. Adam lap başını itirir. Sonra kartej, love story, bütün bunlar nəyə lazımdır? Lap bezdim. Olmaz ki, biraz da özümə vaxtayırım, hə? Mən adam deyiləm. Qılınc qardaş, Aslan, bilirsiniz, mən burada... İndi bu qadın tualetindən çıxdı. Yox qardaş, kişilərinki dolu idi, ona görə məcbur bura girdim. Burada nə var? Ümid edirəm, içəridə heç kim olmuyor. Bizi biabır eləmə, ha, Yaxşı da qardaş. qardaş, yaxşı, bəsdir, nə olar? İnan, mən düzünü deyirəm, valla. Amma sən yerini tapmısan. Xahiş edirəm, bunu heç kim bilməsin. Eşitdin? Atam bilsə acığı gələcək. Xahiş edirəm. Tutaq ki, atam görmədi. Cəmaət ki, hər şeyi gördü. Hə? Bunu özümə eləyərəm. Xahiş edirəm, qardaş. Yaxşı, siz deməyin. Yaxşı. Mən gedirəm. Səma məni gözləyir. Aha. Bir də ki, bu işi özünüz həll eləyəcəksiniz də. Oldu. Sən get. Samir,
Mənim də kiçik bir vacib işim var. Bu çox vacibdir. Sən istəyirsən yenə içəri keç. Bəlkə bəxtin açıldı. Yaxşı. Qızım, mən sənin nənənəm. Səni çox geç tapdım. Səni necə çox istədiyimi yaxşı bilirsən. Axı mən səni necə aldada bilərəm? Mən heç sənə bədbəxtlik diləyərəm. Yadında saxla. Sən onu öldürsən də azdı. Düz deyirsən. Atamın qatilinin də, onun övladının da bu dünyada yaşamağa haqqı yoxdur. Amma axı Aslan... Sənə yalan demirəm, mənim balam. Bağışla məni. Amma bu həqiqətdir. Əgər bu düzdürsə... Onda mən Aslanı öz əllərimlə öldürəcəm. Söz verirəm. Mən Səma Süleymanovayam. Afərin. Mən belə də bilirdim. Afərin sənə qızım. Mən səndən şad xəbər gözləyəcəm. Bağışla məni. Səma? Salamatlıqdır? Hə, biraz gec gəldiyimə görə mənim üçün darıxdın? Niyə ağlamısan? Hə? Atam üçün darıxdım. Səma, lazım deyil. Bugün bizim xoşbəxt günümüzdür. Pis şeylər haqqında düşünməyək. Sənin atan və mənim anam bizi, bax, gökyüzündən seyr eləyirlər. Ağlamaq olmaz. Bəsdir, əzizim. Axı sən niyə ağlayırsan? Heyecanlanıram. Axı qarşında mənim kimi oğlan dayanıb. Heyecanlanmalısan da. Qəribədir. Bəs sən niyə heyecanlanmırsan? Əlbəttə heyecanlanıram, dəli qız. İkimiz də heyecanlansaq cəmaatın qarşısına kim çıxacaq? İstəyirsənsə buradan qaçıb gedək. Hə? İkimiz birlikdə. Buna bax da, fikirləşir. Hara qaçırıq? Bu qədər adam bizi gözləyir. Əlini ver. Yəni həqiqətən o məni sevmir. Həqiqətən hər şey mənim var dövlətimə görədir. Bəlkə buna görə o məni atıb çox rahat şəkildə Şəhrizadın yanına getmişdi. Səma, gedək, evdə fikirləşərsən, gəl. Axı bizi gözləyirlər. Gəl gedək.
xoşbəxt ol qızım. Çox yaşa. Sağ ol qızım. Biraz heyecan. Bəsdi görək. Yaxşı, ilahi Başla. amin. Bu Amin. gənclərimiz qoşa qarısın. Amin. Allah Amin. Amin. Ha! Mübarektir. Oynayın, oynayın, oynayın. ay can, Mübarektir. ay can. Ha? Bugün aslan kardeşimin tayıdır. Ela! Ha! Allah Mübarektir, mübarek eylesin. Ha, Hoppa! oynayın, oynayın, Eyvah! oynayın. Bugün aslanın tayıdır. Oynayın kardeşler, oynayın. Bütün subaylar için olsun. Ha! Oynayın, oynayın, oynayın. Ay can, ay can. Ha! Bu qaynanan heç gözə dəymir. Axı ona nə ehtiyac var? Salamatlıqdır, nə olur? Sən ondan sən Hər şey yaxşıdır. hazırlıqlı ol qardaş. Qardaş. Hə, bugün ən xoşbəxt günümüzdür. Bugün arzularımız həyata keçir. Sən niyə belə sakit oturmusan? Nə bilim. Heyecanlıyam. Hə, həyəcan varsa yaxşıdır. Bilirsən, sənə qovuşmağıma inana bilmirəm. Bugün dünyada məndən xoşbəxt adam yoxdur. Bugün sənin yanında. Məndən bədbəxt adam yoxdur Aslan. Hey! Adilə. Hə, Səltənət. İndi keçdin əlimə, mənim nəvəmi özünə kürəkən eləyirsən. Heç ağlıma gələrdi ki, bir vaxt olar mən nəvəmi Adilənin nəvəsinə ərə verəcəm. Vaxt gələcək. Nəvələrimlə birlikdə qırmızı malikanəni alt-üst eləyəcəm. Yaxşı Adilə. Nə qədər lazım olsa səninlə mübarizə aparacağam. Narahat olma. Əslində, sən bu toyun qarşısını almalıydın. Yaxşı, əgər bu toy həqiqətən də olmalıdırsa, qoy olsun. Amma mən bu toydan bacardığım qədər faydalanacağam. Aslandan istifadə eləyib qırmızı malikanəni içərdən dağıdacağam. Mənim toyum da yaxşı keçmişdi. Amma göz yaşlarımdan gözümü aça bilmirdim. Görmədiyim, tanımadığım adama ərə getdiyimə görə çox pis olurdum. Amma Elnur mənim ürəyimə çox ağır yara vurub getdi. Hər şeyin səbəbkarısa Fərruxla anam idi. Sənsə Səma. Yenə də xoşbəxtliyə nail oldun. Sənə baxıldığım tutur. Kaş sənin yerində mən olaydım. Hakim, indi növbə sənindir qardaş. Bəsdir qardaş. Mən hələ çox gəncəm. Qoy biraz oynayım, gülüm, kef çəkim, diskotekaya gedim. Bu Aslan qardaşım çox tez evləndi. Hə, mən hələ biraz da gəzib əylənməliyəm. Onda yəqin növbə Samirindir. Dostum, belə baxanda oğlan xeylağı həmişə azadlığı çox sevib. O ki qaldı evlənməyə, küçə qızla doludur. Sən niyə düzünü demirsən? Qızlar üzünə baxmasa kimlə evlənəcəksən? Hə, düzdür. İndi bu nə deməkdir? Sənə nə olub? Ağaca bir təpiyi vursam, inan ki qız tökülər. Ey, ciddi qəbul eləmə. Həmin o yıxılan qızlar da heç sənə tərəf baxmaz, hə? Vallahi da dostum. Hey,
Dostum, hansı ağacda qız görmüsən? Yaxşı qızlar evdə olur. Siz gedin, məni ələ salmaqdansa geyinməyi öyrənin. Sən qırmızı alt paltarı kimi qırmızı kostyum geyinmisən. Məyər pisdir Hələ ki? səni demirəm. Balaca uşaq kimi qısa şort geyinmisən. Sən bir mənə bax, ayaqqabılarıma bax. Əndicandan piyada gəlsən belə, ayaqlarım yorulmaz. Elədir. Əşi, bəsdir sizlə çənə döydüm. Mən Qılınc qardaşın yanına gedim. Get qardaş, get. Serial Space televiziyasının sifarişi ilə birləşir. Əldə gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.